Salam, xoş gördük sizləri. Bugünkü mövzumuz sivilizasiyalar haqqında olacaq. İlk növbədə baxaq görək sivilizasiya nədir, bu anlayış nə deməkdir? Sivilizasiya sözünün mənası dövlət vətəndaşlıq sözündən gəlib. İlk sinifli cəmiyyətlərin yaranması ilə dünya ölkələri sivilizasiya mərhələsinə qədəm qoyur. Eee, İlk dövlətlərin yaranması, sərhədlərin müəyyən olunması, sinifli cəmiyyətlərin formalaşması, yəni artıq təbəqələşmənin yaranması sivilizasiya mərhələsinə qədəm qoymaq deməkdir. Sivilizasiyadan əvvəl insanlar qəbillər şəklində, tayfalar şəklində yaşayıb və yaxud da dağınıq şəklində yaşayıblar. Bu sivilizasiyadan əvvəlki mərhələyə aid olan ilk insan birlikləridir. Amma sivilizasiya mərhələsində artıq sinifli cəmiyyət formalaşıb, yəni təbəqələşmə formalaşmışdı. Dünya ölkələri müxtəlif dövrlərdə, müxtəlif vaxtlarda sivilizasiyalar mərhələsinə qədəm qoyur. Hələ elə ölkələrimiz var ki, elə ərazilərimiz var ki, sivilizasiya mərhələsinə qədəm qoymayıb. Məsələn, Amazon meşəsində yaşayan, Amazon cəngəlliklərində yaşayan, Konqonun cəngəlliklərində yaşayan, İndoneziyanın cəngəlliklərində yaşayan bəzi qəbilələr var ki, hələ də sivilizasiya mərhələsinə qədəm qoymamışdır. Lakin elə ərazilər də var ki, onlar sivilizasiya mərhələsinə lap qədim dövrlərdən qədəm qoymuşdu. Misal üçün, ən qədim sivilizasiyalarımıza nümunə kimi Misir və Şumer sivilizasiyamızı göstərə bilərik. Eramızdan əvvəl 4-cü minilliyə aiddir. Misir sivilizasiyası Nil çayı sahilində, Şumer sivilizasiyası Mesopotamiya ovalığında qədim qədim torpaqlar olan ərazilərdə məskunlaşıblar, formalaşıblar. Eramızdan əvvəl 3-cü minillikdə Aralıq dəniz sahilində Finikiya sivilizasiyası və Hind çayı sahilində Hind sivilizasiyası formalaşıb. Eramızdan əvvəl 2-ci minillikdə Çin sivilizasiyası formalaşıb və eramızdan əvvəl 1-ci minillikdə formalaşan sivilizasiyalarımız Ant dağlarında İnk sivilizasiyasıdır. Mayalılar Yucatan yarımadasındadır. Yucatan yarımadasında və Meksika yaylasında formalaşan sivilizasiyamız isə Azteklər adlanır. Və Afrikada Niger çayı hövzəsində də Afrika sivilizasiyası eramızdan əvvəl 1-ci minilliyə aiddir. Bu qədim sivilizasiyalara nümunə idi. Müasir dövrün sivilizasiyaları isə müasir dövrdə 21 sivilizasiya var hal-hazırda. Bu sivilizasiyalar hansılardır? Ən yaxşı inkişaf eləyən, elm, texnologiya, yüksək innovasiyalar şəklində inkişaf eləyən Qərb sivilizasiyasıdır. Qərb sivilizasiyası ABŞ-dır, Kanadadır, Qərbi Avropa ölkələri, Avstraliya, Yeni Zelandiya, burada Papua Yeni Qvineyadır. Qərbi Avropadan başqa Şərqi Avropadan Estoniya, Latviya, Litva, Polşa, Macarıstan, Çexiya bu ölkələr aiddir Qərb sivilizasiyasına. Deməli, Qərb sivilizasiyası həm Qərb yarımkürəsində var, həm Şərq yarımkürəsində. Nəyə görə? Qreenwich xətti buradan keçdiyinə görə Şimali Amerika olan isə Qərb yarımkürəsidir, əks tərəf isə Şərq yarımkürəsidir. Həm Qərb yarımkürəsində, həm də Şərq yarımkürəsində yerləşən ölkələr Qərb sivilizasiyasının tərkibinə daxildir deməkdir. Daha sonra Yapon sivilizasiyası var burada. Yapon adalarını əhatə eləyir. Latın Amerikası sivilizasiyası var. Meksikadan, yəni Latın Amerikası regionunda olan ölkələrin hamısı Latın Amerikası sivilizasiyasına aiddir. Afrika sivilizasiyası var. Mərkəzi və Cənubi Afrikanı, Şərqi Afrikanı əhatə eləyir. Daha sonra Hind sivilizasiyası var. Hindistanı əhatə eləyir. Sonra Çin sivilizasiyası var. Çini və buradan Vyetnamı əhatə eləyir Çin sivilizasiyası. Şərq İslam sivilizasiyasına daxildir Şimali Afrika ölkələri, Cənub-Qərbi Asiya ölkələri, Mərkəzi Asiya ölkələri və Avropadan isə burada bir dənə Albaniya və Cənub Asiyadan isə Banqladeş Şərq İslam sivilizasiyasına aiddir. Deməli, hansılar oldu? Avropadan Albaniyadır, Şimali Afrikadır, Cənub-Qərbi Asiya regionudur, Mərkəzi Asiya regionudur və buradan Banqladeş. Bu hissədən isə İndoneziya və Malayziya aiddir Şərq İslam sivilizasiyasına, İslam dininə sitayiş edirlər. Slavyan pravoslav sivilizasiyasına aiddir. Rusiya və Şərqi Avropa ölkələri. Yunanistan da pravoslav sivilizasiyasının tərkibinə daxildir. Budda sivilizasiyasına aiddir Monqolistan. Burada Cənub-Şərqi Asiyada, Hindçin yarımadasında Taylanddır, Kambocadır, Laosdur, Malayziya, Myanmadır. Bu ölkələr aiddir Budda sivilizasiyasına. Müasir dövrdə 21 dənə sivilizasiya var ki, onların bəzilərinə baxdıq. Daha sonra qədim dövr sivilizasiyalarından Aralıq dənizi sahilində olan Mediterrana sivilizasiyasının nümunə göstərə bilərik. Mediterrana sivilizasiyası Aralıq dənizi hövzəsi ölkələri əhatə edir. Bura aiddir Cənubi Avropa ölkələri. Cənubi Avropadan Pireneyn yarımadası, Apennin yarımadası, Balkan yarımadası,
yeni Cənub-Şərqi Avropa ölkələri, Cənubi Avropa ölkələri, Cənub-Qərbi Asiya ölkələri, Türkiyə, İsrail, Livan, Suriya və Şimali Afrika regionu ölkələri, Misir, Liviya, Tunis, Mərakeş, Əlcəzair kimi ölkələri göstərə bilərik. Bu ölkələrdən Cənubi Avropa ölkələri inkişaf etmiş ölkələrdir, digərləri isə inkişaf etməkdə olan ölkələrdir. Şimali Afrika regionunda olan ölkələr inkişaf etməkdə olan ölkələrdir. Amma qitəyə nisbətən, qitənin digər hissələrinə nisbətən ən yaxşı inkişaf etmiş hissəsi hesab olunur, regionu hesab olunur. Burada Afrikada, Liviyada Leptis Magna şəhərinin qalıqları təsvir olunmuşdu. Qədim Roma memarlıq abidəsi, Kolizey abidəsi İtaliyada təsvir olunmuşdu. Müxtəlif regionlarda yerləşən oxşar memarlıq abidələridir. Bu memarlıq abidələrində işlənmə prinsipləri eyni olduğu memarları ilə əlaqədardır. Sivilizasiyaların bir-birlərinə təsir etməsini göstərir. Sivilizasiyanın toqquşması nəzəriyyəsi var ki, Samuel Huntington bu nəzəriyyəni irəli sürmüşdü. O deyirdi ki, 20-ci əsrdə sivilizasiyaların toqquşması baş verəcək. Nəyə görə? Bir-birlərinə qonşu olan regionlarda yaşayan sivilizasiyalar bir-birlərinə təsirləyəcəklər. Nəticədə sivilizasiyalar toqquşacaqlar. Amma müasir dövrdə əksinə qloballaşma prosesi getdi. Yəni assimilyasiya baş verir. Digər ölkəyə gələn sivilizasiyalar həmin ölkənin ərazisində bir-birlərinə uyğunlaşırlar. Assimiliyasiya baş verir. Qloballaşma prosesi sivilizasiyaların toqquşmasının qarşısını alır və müharibələrin qarşısını alır. Slavyan pravoslav sivilizasiyası Rusiya və Şərqi Avropa ölkələrini əsasən əhatə edirdi. Bu sivilizasiyanın daxilində əsasən meşə landşaftı formalaşıb. Onların nağılları, məişət əşyaları, şifahi xalq ədəbiyyatı, hər şey buna görə də meşə ilə bağlıdır. Qərb sivilizasiyasının əsasını isə formalaşmasında dənizlər mühüm rol oynadığına görə onların da əsası dənizlərlə bağlıdır. Avropadan xeyli uzaqda yerləşən Şimali Amerikada, Avstraliyada, Yeni Zelandiyada bir-birlərindən dənizlər vasitəsilə əlaqə saxlamışdı. Ə, Sivilizasiyaların, yəni biz qloballaşma prosesini nümunə kimi göstərə bilərik ki, xristianların deməli ə, burada İsa peyğəmbərin abidəsi qoyulmuşdu. Braziliyanın Rio de Janeiro şəhərində İsa peyğəmbərin abidəsinin qoyulması sivilizasiyanın toqquşması nəzəriyyəsi kimi göstərmək olar. Böyük Britaniyada Londonda Çin şəhəri var ki, orada adi yazılar belə Çin dilində yazılır. Reklamlar, musiqilər, insanlar Çin dilində danışır. Yəni belə ərazilər var. Düzdür, Gürcüstanda Borçalı halı var ki, orada sırf Azərbaycanlılar yaşayır. Orada hər şey Azərbaycan, insanlar Azərbaycanca danışır. Hər yerdə yazıları Azərbaycancadır. Gəldik Türk dünyası sivilizasiyasının formalaşmasına. Türk dünyası sivilizasiyası qədim dövrlərdən formalaşıb. Bura əsasən Avrasiyada, Mərkəzi Asiyada çöl zonasında formalaşmışlar. Çöllərdə yaşaması onların insanların yaşayışlarına təsir göstərir. Onlar açılıb yığılan alaçıqlarda, yurtalarda yaşayırdılar. Əsasən heyvandarlıq təsərrüfatı ilə məşğul olurdular. Və getdikcə ətrafa yayılırdılar. Avropaya, yuxarıdan Rusiya, aşağı Asiyaya, Afrikaya yayılırdılar. Və türklərin bu şəkildə yayılması özlərlə getdiyi yerlərə özlərinə aid olan yazıları, adət-ənənələri aparmalarına səbəb olmuşdu. Misal üçün Monqolistanda Orxan Yenisey, Yenisey çayı Rusiya hissəsində, Orxan çayı isə Monqolistanda. Belə bir kurqan abidələri var ki, bu abidələr Orxan çayı hövzəsində türklərə məxsus olan abidədir və türklərin milli vəsiyyətnaməsi hesab olunur bu abidə. Sonra kurqanlar var türklərə aiddir. Altaydan Qafqaza qədər uzanan böyük çölün hər yerində rast gəlmək olar kurqanlara. Kurqanlara bürünc, qızıl, gümüş, bəzək əşyaları ilə zəngindir. Qədim türk arxeoloji abidələri hesab olunurlar. Türklərin yayılması ilə bağlı. Misal üçün türklər yayıldıqları yerlərə oxşar qoyduğu Mərkəzi Asiyada olan adları qoyublar. Ona görə Rusiyada və Türkiyədə, Avropada və Türkiyədə olan oxşar adlar var, rayonlar var ki, bu onların yayılması, türklərin yayılması ilə bağlıdır. Türklər müxtəlif ərazilərə yayıldıqlarına görə assimiliyasiyaya məruz qalırlar. Yaşadıkları ərazinin dilini, dinini, xarici görünüşünə görə bir-birlərinə oxşuyurlar. Misal üçün Avropaya doğru üst tutan türklər oradakı xalqla qaynayıb qarışıb və Avropoid irqi nümayəndələri var idi ki, orada Karanilər və Krımçaqlar yayılmışdı. Sonra
Qaqazlar və Karaimlər yayılmışdı. Monqoloid irqinə nümunə kimi Uyğurlar, Yakutlar, Qırğızlar Mərkəzi Asiyada e, Monqoloid irqin xüsusiyyətlərini götürmüşdü. Azərbaycanlılar da, Türklər də, Türkmənlər də, e, Türkmanlar da, Tatarlar da bu xalqlar isə hər iki irqin əlamətini daşıyır. Həm Avropoid, həm də Monqoloid irqinin əlamətini daşıyır. Sonra dinlərinə görə bir-birlərinə təsir edir. İslam dininə sitayiş edən türk xalqları, türklər, Azərbaycanlılar, tatarlar, bunlar belə yadda saxlayaq. Türklər, türkmənlər və tatarlar, Azərbaycanlılar, özbəklər, qazaxlar, qırğızlar. Bunlar İslam dininə sitayiş edir. Buddizm dininə Tıvallar sitayiş edir. Şamanizm dininə Altaylar və Xakaslar sitayiş edir. Xristian dininə Moldovada, Qaqauzda, Rusiyada Çuvaşlar sitayiş edir. İudaizm dininə isə Baltikyanı ölkələrdə Latviya, Litvada Karaim və Qırımçaqlar sitayiş eləyirlər din olaraq. Daha sonra gəldik türklərin yayıldığı ərazilərdə özlərinə yaratdığı dövlətlərlə bağlı. Ümumiyyətlə türklərə aid 6 müstəqil dövlətimiz var. Ə, Digərləri isə ya asılı ərazilərdə, ya da ölkənin ərazisində bir mahalda, vilayətdə formalaşıblar. Misal üçün türklərə aid olan ərazilər burada göstərilib xəritədə. Ən böyüyü Saxa Yakutiyadır burada. Türklər yaşayırlar. Sonra Tataristan, Başqırtıstan, Çuvaşiya var. Kabarda-Balkar, Qaraçay, Çərkəz var. Sonra burada Altaylar, Xakaslar və Tıvallılar var. Bunları göstərmək olar türk xalqlarına nümunə. Daha sonra gəldik. Azərbaycanlıların sivilizasiyalar arası mövqeyidə rolu. Ümumiyyətlə Azərbaycanın sərhədləri üç cür qeyd olunub indiyə kimi. Bir Ptolemey və Strabona görə Azərbaycan tamamilə Asiya regionuna aiddir. 1964-cü il London Cəmiyyətinin e, qoyduğu sərhəddə əsasən Azərbaycan yenə tamamilə Asiyaya aiddir. Lakin 2015-ci ildə Azərbaycan, Qazaxıstan və Rusiya tərəfindən keçirilən coğrafiyadan beynəlxalq konqresində Azərbaycanın yuxarı hissəsi, Samur Dəvəçi, Quba-Qusar olan hissəsi Avropaya aid hesab olunur. Digər hissələr isə Asiya. Ümumiyyətlə Azərbaycan Avropa və Asiyanın kesişməsində yerləşdiyinə görə hər iki mədəniyyətin xüsusiyyətlərinə malikdir. Hər iki qitənin xüsusiyyətlərini götürmüşdür. Daha sonra Azərbaycan xalqı tarix səhnəsinə eramızdan əvvəl 3-cü minilliyin ortalarında çıxmışdı. Xalqın formalaşmasında türk xalqlarına yanaşı Mərkəzi Asiyadan qərbə doğru geniş miqyasda köç edən Oğuzlar, Qıpçaqlar və Qumuq xalqlarda mühüm rol oynamışdı. Oğuz, Qıpçaq və Qumuq xalqları. Sonra Azərbaycan 8-ci əsrdə, 7-ci əsrdə ərəblər Qafqaza hücum eləyir və Azərbaycan İslam dininin yayılması ilə nəticələnir. Azərbaycanda İslam şərq mədəniyyətinin təsirinə məruz qalır. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində Azərbaycan İran və Rusiya tərəfindən iki hissəyə ayrılır. Nəticədə fərqli sivilizasiyalar Azərbaycan türklərinə daha güclü təsir eləyir. Türklər öz etnik bütövlüklərini qoruyub saxlamağa çalışırlar. 1900 daha sonra 20-ci əsrin əvvəllərində azərbaycanlılar Rusiyada Qafqaz müsəlmanları adlanırdı. 1918-ci ildə ADR yaradılır, Azərbaycan Demokratik Respublikası. Onun əsas məqsədi insanları İslam kimliyindən, ərəblər gələndə İslam kimliyi yaratmışdı. İslam kimliyindən milli kimliyə keçirmək idi və ölkədə şərq və qərb mədəniyyətinin sintezini yaratmağa çalışırdı. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulur və Sovet ideologiyası da türkçülüyə, İslamçılığa qarşı idi. Bizim dinimizin qarşısını almağa çalışırdılar. Bu da milləti mənəvi baxımdan parçalanmasına istiqamətlənmişdi. Sovet ideologiyasına qarşı çıxanlar isə repressiyaya məruz qalırdılar. Yazıçılarımız, şairlərimiz şeirlər yazıb çıxışlar eləyib, xalqı səslənəndə onları da repressiyaya uğrayıb deməli edam edirdilər. Daha sonra Azərbaycan nəqliyyat baxımından Avropa ilə Asiyanın arasında yerləşdiyinə görə sivilizasiyalar arası mövqedə rolu böyükdür. Avropa ilə Asiya sivilizasiyaları arası mövqeyində. Azərbaycandan Tanapdı, Tapdı, Sep kimi layihələr keçir ki, sonra Böyük Pəyək yolu layihəsi keçir ki, bunlar hamısı Azərbaycan sivilizasiyalar arası mövqedə rolunu daha da artırır. Azərbaycan idman oyunlarına görə də güclənib. İdman oyunlarına görə 2015-ci ildə Avropa oyunları, 2017-ci İslam Həmrəyliyi oyunları, 2018-də velosiped idman üzrə yay olimpiadası, 2019-cu ildə dünya çempionatı keçirilib bədii gimnastika üzrə. 2016-cı ildə Formula 1 yarışlarını göstərə bilərik.
Sonra 2024-cü ildə COP29 layihəsi vardı iqlim dəyişikliklərindən bağlı. Bu kimi tədbirlər Azərbaycanın ölkələrarası mövqeyində özünü göstərir. Azərbaycanda Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir ki, bunun memarı Hadid idi. O Heydər Əliyevin imzası formasında Zaha Hadid idi. O Heydər Əliyevin imzası formasında tikilmişdi. Sumqayıt Xəzər Texnoparkı var ki, burada elm və istehsal birləşdirilib və ən yeni texnologiyalar tətbiq edilir. Yeni məhsullar istehsal olunur. Ə, Bugünkü dərsimizdə bu qədər. Sırf sivilizasiyaların haqqında olan mövzu idi.